Tüş. Düşere. Bu pişik məni yaman incidir. Yaman nadış pişikdir. Allah haqqı çox nadişdir, çox. Moskov, necəsən brat? One, two, three, for you. Yaxşıyam Seda xanım, siz necəsiz? Qız getdi dünən 4 yarım döymüşəm, az ki dünən geçişi, amma çolpanını bəyənmədim, özüm pişirdiyim. Yağa düşməmişdi. Allah hamd olsun, ayrı vaxtı bir dadlı yeməklər pişirirdim. Akşam pişirdiyim çolpa sıfır idi, sıfır. Həvəsliyim, heyecanlandım. Moskov çox sağ ol, heyecanlandım, nədir? Çox bu qəşək çıxmadı axşam. Müğənnə. Türkan çox sağ ol. Hayatımdan köşe getdi. Amma qəşək çıxmamış daha Türkan xanım çolpa. Xoşlamadım. Onlar da bəyənmədi heç. Həyəcana yağa düşməmişdi. Suluydu. Suyun qoymadım şeyliyə. Moskov sağ ol kaka. Kuxu al, kuxu. Yağa düşməmişdi. Duxal gətir, bir də tort. Hepsini atmayız. Koyazın bakın diyorum. Dedi səhər tezdən anlatacağım. Ses atmışdı. Onu da yani hiç atmıyor. Bakın diyorum. Haa. Canlıdayım. Şirin çayına koyun pendiri yeyirəm. Düzələr çıxıb. Ha? Nə qədər çıxıb? Bildim də nə qədər çıxıb? Bildim də nəçini? Ha. Ha, gidersin daha. Salam. Yaxşı edirsən. Yaxşı, canlıdan sonra zəng eləyəcəm, cücələri deyərsən, qəhvə aparacağım. Salam. Ay Türkan xanım, pişir. Xoruz yiyib yumuşaqdır, ət pişir. Yağa düşməmişdi, dadsız idi, suyu uzadı. Xoruza söz ola bilməz. Qoca xoruz deyil də 5 aylıq xoruzdur. Mən elə dadsız yemək pişirməmişdim indiyənə kimi. Ayrı vaxt öyle bir şey. Özüm de yiyəmədim, özüm de bəyənmədim. Özüm de bəyənmədim. Yağa tələsik oldu nədirsə, yağa düşməmişdi. Yemək ki, yağa düşmədi, daha da duzunu da az eləmişdim. Dedilər ki, duzsuzdur. Ayrı vaxt xıç duz səpirdim yeməyə.
Bu sefer de şey olmadı ağarım. Sağ olun Bülent abi. Akşamki çopa 0. Bir de eziyet çekmiştim iyi. Bu soğanlıktı. İçine içe soğan vurmuştum. Yağa düşmemişti, suyu çoxuydu. İndi qazanda qalıqdı. Onu qəşəm təzədən duzlayacağım, qoyacağım suyu çəksin, yağa düşsün. Tələsik oldu, nədir belənim? Suyu çoxuydu. Bir elə əziyyət çəkmişdim. Hə, o barda pişən çox edirsin. Hə, su töydüm çaydandan. Üzdə nə qədər? Nə qədər? Yiyeyim yemeyeyim, bir de yiyeyim yemeyeyim, yiyeyim yemeyeyim, yiyeyim yemeyeyim, yiyeyim yemeyeyim, yiyeyim yemeyeyim, yiyeyim. Yiyeyim. Yiyeyime düştü. Bir de yiyeyim yemeyeyim, yiyeyim yemeyeyim, yiyeyim yemeyeyim, yiyeyim yemeyeyim, yiyeyim. Yiyeyime düştü. Arkadaşım yiyeyime düştü. No sağ ol ay dünya. Hakikaten 2 dəfə elədim, Allah ki yeməyimə düşdü. Yeməyimə düşdü, yeməyimə düşəri yeməyəcəkdim. Bu. Durum yeyəm bu. Yeməyimə düşəri yeməyəcəkdim. Niyə lan Bülent evi dersən ye, bugün sabah ölüb gedəcəyik. Yeyim tez ölüm. Yemək yaxşı şey deyil. Ye olmaz, heç boğazdan gəlir. Niyə həmişə yeyimə düşürük? Çox maraqlıdır ha. Nəsirsə həmişə yeyimə düşür. Az ola yox, yeməyimə də düşübdür. Durum çəkəm ha uşaqlar, təmənlik deyil. Yeməyimə də düşür. Qədər isti var ki, Bərdədə. Başımı götürüb getmək istəyirəm dağlara. Allah haqqı, qədər isti var. Adamın bir sevgilisi ola, adamın bir aşk ola, kızı da vurub qoltuğuna çıxıb gedəsən dağları, Allah hamd olsun. Bir ay gəlməyəsən bura. Qəşək çolpalardan yolu təmizləyəsən, xaladeniki doldurasan. Gedəsən bir 2 ay qalasan orada, gəlməyəsən aşkınla. Bilirsən ki, kimlənsən həyatınla. Canımla. Tapacağım bir dənəsini. Tapıb buradan gedəcəm şeyə, dağlara. Bir ay orada qalacağım. Yine de 200 manatdır. 200 manatda gedib ev tutub qalacağım. Sevgilimi baş başa. Bir. Hər şeydən uzaqlaşacağıq. 2. 3. Qoyun pendirsiz gedə bilmərəm ha.
Qoyun pendirsiz gedilmərəm. Qoyun pendir özümdən alıb aparmalıyım. Ən aşağısı bir iş yox. Bedni, narsan qaqa. Yoxdur ki sevgilim, yox. Qəşəng bir dənə qız istəyirəm indi. Mazəh vursun. Kare saç olsun, uzun yox, uzaq bura. Gözləri qapqara olsun, kiprikləri qapqara olsun. Başa düşürsünüz? Saçı, üzü də ağ qappaq, yuf yumru olsun, yuf yumru ha. Bax, ağ qappaq olsun, mütləq. Qara qız yox ha, ağ qappaq. Qocaya zəh vur. Bu dəqiqə yarım zəh vursun. Alo. Sevgili olacağım. Almayacağım ha hələ. Almayacağım, sevgili olacağım. Bəli. Alo. Bəli. Salam babuş. Salam. Necəsən? Niyə 5200 adam var? 5200 neçə dolu qızlar. Bir mağarası sevgili olacağım. Sevgilim yoxdur. Yaxşıyam xanım, sən necəsən? Almayacağım ha. Bax, almaq söhbəti yoxdur hələ. Tanıyım sonra. İnşallah, inşallah. Xoşbəxt olacam pek. Sağ ol, çox sağ ol. Boyu 1.68, 69, boyu 1.68, 69, 70. Əllərinin üstü ləkə olmasın, ağappaq olsun. Tərtəmiz olsun əlləri. Ləzzət eləyirsə bu insana da var. Oo, kimsə yazır ki, eynən mənidir. Onda yığaz məni, yığ. Nə gülsünüz? Nə güllər? Hə, nə gülsünüz ki, kimlərlə var ki? Karakterlərimə uyğun qız axtarıram, sevgili olacağım. İnşallah. Tanınmış adamam, fenomen adamam. Allah sənə halal, ağıllı, gözəl, Cəmaət evləndirmə proqramına çıxır. tərbiyəli bir xanım qismət eləsin. Amin. Bu arada təbrik edirəm ad günümü də düşə bilmədim sənə. Ad günüm oldu, qutardı, çox sağ olun. Bilirəm. Yəni Elgizdə nə çıxıram ki, burada baxır da hazır ha. Elgizdə nə işin var? Özün kimi yeğen olsun ha bir də. Bax bir də yeğen qız olsun ha. Arıq olsun, xoşlamıram, mən kökəm. 40 yeğen olsun, başa düşdün, yeğen. Hər şey pişirsin. Elə bir yeyək doyaq, desin ki, yoxu doymamışıq. Elə başa düşün. Bunu yeyəndən sonra cımaq o birisini yeyək. Bax, elə olsun. Ağzımız dayanmasın, ağzımız işləsin. Xoşlayıram. Yaxşı babuş, nuş olsun sənə, çox sağ ol. Ağız onu kim deyir səndə yeğen olsa ortasına az yolmuş? Onu kim deyir az? Elə kız var ki, qarnında 5 metr kurt var. Bu boyutda 5 metr kurt var. Yeyə kökəlmir. Elə xanımlar doludur. İki çorba kəsəndə birini o yesin. Hə, nə olacaq? Çorbadır. Yumurtayı bir üzdən yığıram toyğun altına. Alo, mən tapacam axtardığım. Mən şanslıyam, mən tapacam. Bəli. Mən tapacam. Gör, elə bir xanım tapacam ki. Elə bir gözəl xanım tapacam ki, qoluma girən ki, mamı deyəcək, ooo, baboş sevgilisine, valla nə gözəldir. Bax, elə, Allah, bax. Pərini attım bloka, neynəm pərini? Neynirəm pərini? Mənim ad günümü təbrik eləməyən xanım. Ma özünü isə yaxşı kör geçməmişəm, yaz. Gördür? Buna görə mən onu yığmırdı, nəsə ondan gözüm su içmirdi. Buna görə onu tez-tez yığmırdım, başa düşdünüz? Attım bloka. Ağa, nə qonaqsan olsa qağa. Elə o bedini də düz deyirdi, Allah hamd olsun. Quran haqqı, o bedini də düz deyirdi ki, uzaq durun, o gəlməyəcək. Arqadan, Gürcüstandan çəkin, Gürcüstan istəmirəm, xanım, mən Gürcüstana gəlib çıxa bilməyəcəm. Alo. Qızların döyək, nə olur və ama? Qızlarına, nə olur və ama? Ağapakovda gelmişəm, sır sıfatıma bax, yuf yumru deyil.
Quran haqqı, dünəndən Arzu xanım tartışmaqdan da sifətim də şey olub. Nə olub ama? Haqqı, valla. Doydum da Allah'a and olsun bu dəqiqə kartıma 500 manat atacağız ki 3-cü şirin çayı. Bax. Bax deyəm. Ha, çörək görsən. Bu çörək haqqı. Ne sağ ol. Bu çörək haqqı dilimi də burası döyülən pendirədən şirin çayda. 3-cü bax çayım qalıb. 500 manat atacağız ki 3-cünü ye. Heç belə dünya var, yer göy birləş ömür boyu yemələ. Allah'ım dostum. Allah'a danışdım, çörəyə danışdım. 1000 manat atsız hə, o ayrı. Məcbur da bir dəfə ağzıma basaram geçsin. Ama 500 manat atsanız ki bu dəqiqə 3-cü şirin çayı ye. Heç belə dünya dağla, heç belə ömür boyu yemərəm ha. Çox şirinsən. Təşəkkür ediyorum. Necəsə sağ ol. Kim silir sabitləri? Nə bilim olsun, mən deyim burada da öyle. Sağ ol ay Kati, sən necəsən? Hayır, bu dəqiqə atdılar. Niyə atmırlar Niyə atmırlar aslında? Dərsə sən iş xanımları var Bu dəqiqə deyirsin ki 500 manat atar kartıma ki bir də ye bir də baxaq. Prosto mən istəmirəm. And içdim. 500 atsalar bir də yiyəsi deyiləm. Ancaq minə. Minə yiyərəm. Alo. Alo. Bəli. Babuş. Neydəsən babuş? Sağ olun. Siz? Biz səni izləyirik, sizəni çox sevirik. Ay babuş. Hakkı. Aksan. O günü bir də təbrik edirəm. Sağ ol. Aksan deyirəm. Aksan, ağ. Hə? Aksan, ağ. Sanki bir də qəşəng qız tapmışam babuş. Ağappaq, gözəl, 1.70 boyunda. Hə. Ha sən istəsən, elçi gələrsən. Səndən əlaqə saxlayarım. İndi sən burada tərifləyirsən. Qoy bir mən də baxım dana. Baxmamışım mən nə tər qərar verim. Görüntülü yesin baxım. Biraz diyetəydən diyetə. Sən özünü biraz arıqlaşdır. O qız çox arıq. Yoxsa sən onu öldürəcəksən. Olsun da arıq mən də kökəm. Nə olub viddiyəm. Nə olubdu? Boyun var ya. Sən bilirsən ki, sənə 5.000, 10.000, 15.000 dənə baxan var. Hə. Bir dənəsən, fenomen babuş. İndi o xanıma denə məni yıxsın baxışaq. Bəlkə elə aşıq olduq bir-birimizə. Mən qoyun pendirimi qoydum bu dəqiqə durdum. Bəlkə qaçdım gəldim dalınca. Ha. İnşallah. Allah var. Bilmək olmaz. Bir də Vallahi bu dəqiqə qızla baxışıb Qurana kişi qoyun pendiri qalacaq qabağımda. Vızıltıyla saatdə 180'dan qoyacam belini. Aşık oldum mənim qabağımda heç kim dura bilməz. Mən gözüm mən aşık olmayayım. Çünki ilk aşkım olacaq. Həyatda aşk yaşamamışam. Uşaq vaxtı Dilbəri adlı bir xanımı sevmişəm. Mahnımızda o da uşaq vaxtı, məktəb vaxtı idi. Məktəb vaxtı nə olacaq? Uşaq sevgisi. Amma indi mən qorxunam mənim sevməyimdən. Bilirəm, səni 5 il... Gəl sən, mənim sevməyimdən qorxun ha. Quran haqqı mənim sevməyimdən qorxun. Çünki Sən sevgi neçə ildir TikTok'dasan, mən səni izləyirəm. Birinci gündən sən oturdun, ağladın, işdən çıxmışdın. Həmin gündən səni izləyirəm bu günə kimi. Kim sənə nə deyir, bu qılağından vur, o qılağından çıxar. Səni hər kəs çox sevir. Vallahi kim mənə deyir orada, bu qulağından girir, o birisindən çıxır. Harada qalıb ki? Səni hamı çox sevir. Mən də səni çox sevirəm. Sənə baxa-baxa yuxu məni yapar. Baxa-baxa işlərimi görürəm. Bütün işlərimi, güclərimi, işə gedirəm, işdə də asıram. Mənə deyirəm, olmaz. Gəlirəm evə sənə baxıram. Hara gedirəm sənə baxıram. İşdə də mənə baxsan. İşdə də sənə baxıram. Bu yay başına olub asla işdə çıxardarlar sən işdən. Bana dedilər ki, çıxındı. O sənin başını yiyəcək. Mən də deyim, yox, mən babuşa baxmalıyım. Mən baş yiyən deyiləm, ay qadan alım kimsə başını yiyəm. Bu yay belə durdu, deyirsən ona baxın baş. Zaraba deyirəm, ay babuş. Allah sənə kömək olsun. Allah sənin anavı rəhmət eləsin. Ölənlərinə sırrənglər. Allah sənin başından töksün. Heç kimə də bilməylə vermə, hər kəs səni sevir, hər kəs də sənə baxır. Necə qalıbsan, elə də qal. Uşaqlar, əgər oxuma girin onu 1000 nəfər eləyin də, nə olacaq? Bir də 70k nədir? Qızlar, bax, canım gedəcək. Başlayırlar vurmağa. Baxırlar var bu dəqiqə, mənə durub baxırlar. Sağ ol.
Ay başı sizin əlinizdə nədir ki 5 dəfə belə üstə basasınız bir də görürsünüz 1 milyon olduq. Hamımız əl-ələ verib birləşəcək. Всё. Kimsə dura bilməyəcək qabağımıza. Böyük oğlan olasan. Sağ ol, böyüyəm onsuz da. Sağ ol, öptüm səni. Sağ ol, çok sağ ol. Brat, soruş o kızın bacısı var. Başlanak olmaq istəyirsən. Bu hələ mən tapım evlənib, sən özünü sonra taparsan kombinat elə. Əsas mənəm, tək qalmışım. Bax, başa düşdüm, Bakıya gəlməliyim. Kimə də əmanət eləyim evimi. Bu mən hələ tapım. Ha deyiləm bir qız tapacam. Ay qızımın işin içində qalarma. Pəri mənim ad günümü təbrik edir, mənə hörmət qoyub sahib məni yığmır. Ne edirəm? Bir buradan bir güzel kızla tanış olmamı çıkmayacağım. Bu canlıdan bir tane güzel kızla tanış olmamı çıkası öyle. Alıp evimin arvadı eləyəcəm. Tabəsdir. Yoruldum. Özü tez ha. Danışan kimi getirəm. Alo. Zəhmət olmasa səsi bağlaya bilərsiniz. Elçi haqqında zəfirimsə, yoxsa reklam haqqında? Xeyr, bir şey var, onu soruşacağım sizdən. Buyurun. Zəngi böyle diktafondan çıxartmışam. Yox, elə şeyləri mənə deməyin xanım. Mən eləyə bilmərəm. Elə şey qadağandır artıq. Hə. Yox, elə şey görmüsə artıq eləmirəm heç nə. Hə, tamam. Sağ ol. Deyir pul yığaq. Tanımıram, eləmirəm. Yox, pul atmadı kartıma. Yığım görən. Deyir pul yığaq. Mənim xəstə qardaşım var. Gəlsin qoşulsun misafirinə pul yığaq. Hə, yığ. Hə, elə o yığ yazanlar elə atamlar kimi də tanımıram, eləmirəm. Nə bilim ki, bəlkə yalandan danışır. Elə hər zəng eləyəm ki, mənim xəstəm var pul yığacağım ona. Et savab. Ay kız bilirəm, savabdır. Nə tanıyırsan? Hə, Laranı yığım, bir Lara xanım. Demişdi ki, pul atacağım da. Şirin puluna. Ay qaqa, çox salladır qardaş. Deyirsən ki, sənə çıxart ortalığa bəhanə eləyir. Yox, deyirsən üzünü göstər də, görək bəhanə eləyirlər, başa düşürsən. Allah hamd olsun, inanma heç kimə. Bəli. Alo. Bəli. Mən sizin canlıdayım. Mən sizə yalandan... Ne olsun bir dəfə də pul yığdıq, xəstə idi, getdik götürdük, araşdırdıq, sonradan şey olduq ki, hamıya eləyirik, qonşunun gedib uşağını götürüb gəlir xəstədir, yığır yarı bölüm. Nə bilim? Sən də gedib bir dənə uşaq qalsan yanına deyəsən özümünküdür. Hə, neysə, sağ ol xanım. Əyri oxlan canlının 500 nəfərə qaldırmışsınız uşaqlar. Az yığmamışam ha, o qədər yığmışam ki. Üzümə yalvarmışam izləyicilərimə, qadan alın başına dönüm. Kül başına, babaşına. Niyə elə deyirsən ki, nağarmışam? Bəlkə bir pisliyimi görmüsünüz? Bəlkə bir artıq əsi hərəkətimi görmüsünüz? Oturmuşam evində, niyə kül başım olsun? Əşi, söylənlər də ki, reyting yığır da, qadan alım, reyting yığırlar. Oy. Canlı ha, niyə? Canlı nətə qalxsın bə, nətə qaldırsınlar? O şeylə bağlı deyirsinizsə, onunla bağlı tədbir görüləcəkdir. Hazırlığım gedir. Artıq bu işə deyilik, türklərin bir sözü var, artıq deyil, dur deməyin zamanı gəlib. Salam. Lara xanım yalancı çıxa bilməz. İndi mən Lara xanımı yığıram.
Deyim Lara xanım salam və izləyicilərim də hamı soruşur deyişim. Kim istəyir? Lara xanımı da. Yığsan da yığmasan da elə pisən ki pis bəziləri üçün yaxşılığın gözlərinə batmır. Yığsan da yığmasan elə pissən ki pis. Əşi Allah görsün. Niyə sevənlər də var ha çiki? Elə hamı pis deyil ha. Bu yığınlardan. Arzu xanım, siz danışmayın. Arzu xanım niyə qalsın? Paturqasından gəlmişdi, getdilər. Mənə görə gəlmişdi. Qəşəng bir Duxalov. Acgöz zat deyiləm. Gətir baxaq, dur. Yaxşı, indi duracam telefonun qabağında, gətirəcəm baxım. Yaxşı pişirməmişdim, dadlı çıxmamışdı. İki cızıq düşür. Amma aşmadı. Salam baba, bence tanış olmaq istəyərəm. Olaq, yazıq. Yığın görüm görüntülü. Mənə WhatsAppda kim yazırsa görüntülü yığsın ha. Zəhndən atası deyiləm. Görüntülü baxım görüm o da. Elə xanım var ki, onun şəklini qoyur, yanından deyilmələm, amma o deyil. Ancaq görüntülü. Baçınkanı o gün bir xanım aldadıb 2000 yığıldı. Arkadaşlar mən də inanmıram, yalançılar çoxdur. Mən də inanmıram. Jale xanım yazır ki, salam babuş, bu gecə Şuşaya gedəcəm. Keçəndə gəlim səni görüm. Amma telefonu açarsansa yığım. Hə, gör. Jale xanım, gör. O nə demək ki? Hə, maşınımı dızan uşağa hələ getməmişəm qonşuya. Gedəcəm, dünəndən qonağım gəldi, başım qarışıq idi. Dadsız idi uşaqlar. Yemək dadsız çıxmışdı, ona görə xoşum gəlmədi, bəyənməyəm də gəlmədi. Yemək çox dadsız idi. Salam. Yağa düşməmişdi, suyunu çox eləmişdim, tuzunu da az eləmişdim. İndi bu gün dedi, bu gün indi şey eləyəndə başlayacağım qoyacağım, suyu çəkilsin, yağa düşsün. Tuzluyu verəcəm, qəşəng olsun. Çitləyə bilərsə. Nəyi qaqa? Qazan edib. Qazan eləyib, hə, qazanı Eldəniz gətirmişdi. Nə pişirmişdim? 2 dənə xoruz kəsmişdim. Gömbul babuş. Nə olsun, ayıqdır gömbul olmaq. Axşam nə qədər pul atdı? Kim? Atmadılar Allah'ın olsun. Lara xanımı yığırdım. Quran haqqı atmadı. Onun nə qız atmaz? Cəmal sos istəyir. Yazdım ki, izləyici soruşur ki, Lara xanım atdı dünən. Mən də dedim, yox. Hə, düz deyirsin, ay dünya. Bax, onu düz dedin, zəng eləmə, deyirsin, atsa atar, düz deyirsin. Atsaydı atardı. Ha, Eldəniz. Deyək, qoca Eldəniz. Deyək, qoydum mikrofona, deyək. Hansı savadsız, hansı düşüncəsiz deyir qazan yeməyi pis eləyibdir? Deyir, qazan eləyir. Nə bilim, bir xanım var, o yazmışdı. El xanımın elə orana bildiyi ora qədər imiş. Baxın, niyə açırsınız bunun ağzını? Bu. Lazımdırsa.
Elinden haramnası iş gelmir, yalandan kazanın üstüne atır. Belki de elə özü de kaynanəsini qabanı elə yemek koyanda yalandan kazanın üstüne atır. Həqqi. Elələri də. Yəni adlı verməliyədiniz. Alo. Allah. Bəli. Efendim? Çox sağ olun. Hə, nə olsun Çay xanım? Salam, necəsən adı boyu? Hə, nə olsun? Alo. Boş bekar adamlardan baş koşma. Sana demişim ki başı olana başını koş, başı olmayana başını koşma. Yox, hə, salam, necəsən adı boyu? Hə, nə olsun? Düşük. Baş koşma, deyər, maçı. Yaxşı. Salam. Eldəniz də çox. Eldəniz də dünən bizdə evdə ana. Gələcək, yox, Eldəniz tez-tez gəlmir. Da deyir, nə var hər gün, hər gün. Bir də getdi Eldəniz, səhər özüm gətirəcəm. Görün, başını nətər alladım, gətirim. Gəlmir, deyir, gəlin kimi qaçır, darıxıram, deyir. Deyir, darıxıram. Bir dənə bir qəşəng bir xanım yığmır, mən ondan sevgili olum. Alo, bəli. Babur, nasılsın? Çox sağ ol. Babur, ne bu çözün alır? Sağ olun. Ben seni böyle çok isterim, inan seni isterim. Her gün nasılımı sen değilim, uşaklarımdan. Allah saxlasın uşaqlarını da. Allah koydu bu işe başlayacağını, sözüm senden geçirmeye. Hə, yaxşı. Bir şey kırıqdamışdır sanki. Tanımıram ya ay xanım, mən etəsəm durum deyim, ay can, aşkım, eşkim. Durum elə deyim, ha. Bütün günü seni izleyirəm. Sağ ol, izlədiyim üçün deyirsən suyuq danışsan. Mən durum deyim, ay can, aşkım, eşkim. Durum yalandan nə edir, tanımıram, eləmirəm. Sadece biraz soyuqsan. Suyuqam. Suyuq deyiləm, oradan konsener düz üstümə vurur, o soydu məni. Tamam. Yaxşı. Oturmuştum yemin baktım şeyden. Canlıdayım. Canlıdayım. Oldu. Yox. Suyuğa vermişsən də ona görə. Niyə yox da suyuq? O gün yağış yağırdı. Yerin nəmişlik qoymuşsan da suyuq. Niyə? Bax, cücənin qan getməyə çölə nədəndir? Suyuqdan olur da. İstidən çölə qan gedir. Bu. Az kiri. Deyir cücələr çölə qan gedir. Bəli. Allah. Bəli. Neredesin babam? Sağ olasın. Bey gəldi yenə Şamil. Ay. Yaxşıyam xanım, yaxşı. Babam sen çok istedim. Təşəkkür, Allah da səni istəsin. Ne fikri yılmaz mı? Yani sen istedim, kalmayı çok istedim seni. Elə bu. Öyle bu. Sağ ol, çox sağ ol. Oldu, çok sağ ol. Yox qadına, mən buradan da tapa bilməyəcəm. Boş-boş xanımlar elə yığacaq səni. Çox istəyirəm, yalanlama. Nədən səsə ikiyə düşdüm. Mikrofonu qayd edirlər. Hə, ax tanınmış adamam. Az qızlar, padruqalarına, az qızlar, boşdan danışdım, nə bilim nə. Burada qalsa boş-boş xanımlardan yığacaq. Görüntülü, telefon zəhlərinə baxmayacağam. WhatsAppda görüntülü yığanlara baxacağam. Görüntülü yığanlar. Telefon zənginə baxası deyiləm, ha. Şamil, görsən ki, qız axtarıram sevgili olmağa. Bu, sən də başıma şey atırsan, bantik atırsan deyirlər buna bax, Bir yazdı ki, sağ qız tapmışam, hələ gözəl qızdır ki, şəkillər. Niyə eləməz şəkilin? Görüntülü yığsın. Şəkillər insan avlanır. Nə bilim ki, Fatih Abda düzəltməyib. Görüntü. Bantik bütün. Həmişə gəl atır Şamil ha. Şamil sənlə bokslaşacağam ha. Səndən bokslaşacağam. Aha, bir xanım məni görüntüləyir, kiriyim. Görün.
Yufkası ne uzundu. Uzun yufka. Qoyuq görə. Görüntülü zəylərə cavab verirəm artıq. Telefon zəylərinə qəti sürətlə cavab verməyəcəm. Salam. Salam baba, hoş geldin. Çox sağ olsun, necəsiz? Çok sağ ol, Allah razı olsun. Ben sen arkadaşlar narahat ederim. Hə, buyurun. Bize reklam için artışa gelebilirsiniz. Ağdaşa. Evet. Nəyin reklamını eləyəcəm? Ziyafet giyimler magazini. Bak böyle ziyafet giyimlerimiz var bizim. Danışmada canlıdayım, reklam edirsən. Ha. Üzünü də göstərdi ona. Qorxmayı canlıda göstərmirəm. Nə verəcəksən? Siz neçeye gelirsiniz? Maşallah ne güzel olmazsınız. Çox sağ ol. Qoy görüm izləyəcəyim. Uşaqla neçəyə gedirəm mən? Arkadaşlarım derden arası yayın ki az mesafet Hə, var. az mən neçəyə gedirəm? Ama sen bizi çok sevdik. Təşəkkür. Ben hemşe sizi izleyirəm bütün günü alemlikten. 300'ə? 300'ə gələrəm xanım. Biraz aşağı olmaz. Ay aşağı. Burada mağazininiz var. Bizim sözümüzden gel. Yox da mənim izləyicilərimdən ki, yüzünə daha sənəmə yüzə gedənəm. Dərsiniz o, tanınmış adamam, reytingim da var. Ama çok geçirsen maşallah. Həqqi. Sağlıdan da bile güzelsin. Görüntü. Burada efekt Ben olmuşam. hiç görüntüde yayın ki. Ya. Görsən uşaqlar, məni həyatda təmiz, orijinal olaraq görür. Orijinal. 500-300 arasıdır reklamın qiyməti. 500-300 arasıdır reklamımın qiyməti. Vallahi tanınmış adamam, reytingli də adamam. Çəkib paylaşacağım, neçə nəfər adam baxacaq. Bax, dünən yox, bu səhər Arzu xanımla videomu paylaşmışam. Qoy görüm nə qədər baxış gəlib. Qoy baxım görüm. Cəmaət paylaşır ki, videosu tutsun, mən də heç paylaşmam. Qoy baxım görüm nə qədər baxış gəlib ki. Kirib qoydu. 100.000 baxış gəlibdi. 100.000. Yox, az 100 nədir? 140.000. Maşallah. Bu səhər 140.000 bilsən nədir? 140.000 nəfər. İndi səni də gəlib paylaşacağım. Baxacaqlar təkəcəcəklər. Bir də gördün sımqayla girdilər içəri. Paltarlar, bu deyəcək mavi, o deyəcək mavi. Ta bilməyəsən hansına verəsən. İnşallah baboş, inşallah. İnşallah. Deyiş nə yığarsınız? Dayı qiyməti dedim. Sağ ol sen. Maşallah kızlar da seni çok izliyorlar. Ha, ben çok he. bekliyorlar. Sevirler ya kızlar seni çok sevirler. Maşallah özün de gerçekten o canlıda olanlar konusunda demek istedim ki baboş böyle görüntü daha güzeldi. Teşekkür ederim. Allah güzel talih, güzel bəxtin olsun, güzel qızlığa qismət olsun, Amin. ağlı başlı. İnşallah. Yaxşı. Güzel bir oğlun olsun özün kimi. Bir yetti. İnşallah. Sağ ol babuş. Sağ ol. Teşekkür ederim. Sağ ol. Sağ ol. Görsən uşağı çox da deyəndə alınmır, getdi. Nazdım, ha vaxt nazlandım az. Şimdi gücün qutarım nazlanım. Qoy görüm bu qız da görüntülü yığır, qoy görmüyor. Profilinizə şəkil qoyun yığın. Ağ yığırsınız, mən nə bilim ki, kişisiniz, qadınsınız. Başa düşürsünüz, profilinizə şəkil qoyun, məni yığın, mən də açım görüntülü. Vəssalam. Yoxsa ağ profilinə mən nə bilim ki, o gündə birini yığdım, kişi çıxdı. Yığırdı məni, kişi çıxdı. Bir qız yazır ki, sizə baxmayana nə deyim mən? O nə deməkdir? Bu qıza baxım görün. Amma bu nə qəşəng qızdır. Qoyun yığım görün. Aç görüm az. Aç gör, gözün yaraşıq görsün. Girin sizdə. Aşınadır. Pek utanır. İndi mən tanınmış adamam. Mənə Sibelcan yığsa, həyəcanla uça bilmərəm. Deyəcəm, ay başı, nə danışacağım? Həyəcan vuracaq başıma, vuracaq ürəyimə. Belə baxasız ki, vereyim, cuf fıldayım. İndi mən elə belə adam deyiləm, tanınmış adamam, bu da həyəcanlanır. Sadəcə yaza bilir. O da var da, tanınmış adamlarla danışmaq elə bir asandır. 1
Harry. Deyir, əlbəttə ki, Harry. Şamidi bəs lan da sən də qaqaq. Otur qoy. Biz elə oturmuşuq burada. Qoy otur görəsən Allah kimlə tanış oluruq. Sevgili olacağam. Gedəcəm şeyə. Nişan üzüyümü taxıb gedəcəm şeyə. Qobustana. Ya da ki Hacı Qapıla. Orada istirahətimi edib gələcəm. Ha, yox da Şamil, bəs də brat, oturmuşuq da qaqadı, yaxşısan Allah. Bir dənə qəşşək, bir dənə yağlı bir hədiyyə at başa düşürsən. Bir xanım da baxsın desin ki, sən buna bax, divijeni adı dersin. Dağıdır bulan denən. Böyle qəşşəyi, fırx ortamı, bankitin etsən Allah. Qoy görün bu qız da yığır. Telefon zəhlərinə cavab vermirəm, ancaq WhatsAppda görüntülü. Yığırsan. Ay az yığaz, sən yığanmaram, ay qadınım. Sən dudağın çox kötü başa. Allah sözün. İcazə versən profilini göstərim, xanımlar baxsın. Qadanam, sən dudağın çox yüküdür, elə mənim sıfatım boyutdadır. Göstər, ala, deyir göstər şəkilimi. Qadanam, mən buna nədir, qoy, əlini tutun qavağına. Ala. Deyir, aç, profilinə qoy. Sən ala, ay qadanam, ay xanım, yox, qadanam, sən dudağın mənim sıfatım boyutdadır. Allah'ın olsun ömür boyu. Mən sənə nə sevgili olum? Yox ha. Niyə qəşək? Qəşəkdə dudağı çox yükədir o qadanam dudağı. Əsəkən qızı deyil. Əziniz kiri. Effektə görə elə düşür. Onda yaxşı qoy yığım görüm deyil effektə görə elə düşür. Yığıram. Sən udarı, ikili ha, sızdırma. Evlisən bu. Çox sağ olun. Mənim də dağım elə yükə düşür. Ağzına boyut da. Effektə görə elə düşür də. İndi makyajsızam, orada makyajlıyam. Necəsən, nə var, nə yox? Çox sağ ol. Neçə yaşın var? 21. 21? Hə, oxşam da. Az yox, az 27, 28, 29, 30, 31, 32 yaşında vermişsin. Allah, yox, az Allah oxşamışsan. Kipiyə falan ona görə elədim. Yox, 21 yaşın yoxdur, yalan danışma. Yalanı sevmirəm ha, özümüz yalan əgər tutup çox getmir. Yalanı qəti söz, sənin 21 yaşın yoxdur. Var. Valla. Necəsən, nə var, nə İndi yox? nə üçün zəng eləmisiniz ma? Tanış olmaq üçün demədim qızlarla bir videosunu bəyənim, danışım, sevgili olum. Bəyəndim mənim. Yox, deyəsən, yox, dodağım yekədir. Dodağın yek olmağına çoxlardır. Pisləmirəm, xanımdır, hər özünə görə xanımdır. Dodağın yek olmağına görə yekədir. Qaşların dudu acıdır, o heç. Və sən, deyirsən mənim 21 yaşım var, o dudu acı neyinirsən elə qaldırmışsan ara? İndiki qızların hamısı özünə baxımlı da, sevmirsən baxımlı qız, gəl özünə baxmasın. Neysən? Heç nə baxır, sən narahat eləməyim, canlı yayındasın. İstəsən yığarsan yemək. Yox, harada olursan? Sumqayıtdır yaşayıram. İstəsən gəlib səni görərəm. Maşallah, nə deyim, köysüz ama. Orada. Hə, Allah haqqı, boğazın altının yoğu, baba, buranın yoğunluğu nə boyutdadır? Onu alın, çox köysü. Boğazın köydür. O dərəcədə də yoxdur. Az yox köysən, atacanı köysən, kiraz köysən. Az yox köysən Allah'ın da olsun. Məncə də pis deyil. Ay Allah, nə? Nə qəşəng. Xoşuma gəldi.
Çox sadə, gözəl, mehriban adamsın. Pis ya Allah. Ne oldu babuş? Ne bileyim az beni heyecanlandırdın. Nasıl heyecanlanmıyorum ben heyecanlandım. Heyecanlanma. Yüreğim canım tutacaq. Əridi. Yox, az əriməmişim. Hələ əriməmişim. İndi mən gəlim, sən gəlirsən. Ne zaman gelsin dene görüşelim. Ya ben geldim, fərqi yoxdur. Hara gedəcəyik? Gelip restoranda oturup yemek yeriz, çay içeriz, Sonra. söhbət ederiz. Sonra. Heç də söhbət ederiz, tanış olarıq. İşte səni tutaq ki, bəyəndim tutaq ki da, indi bilmək qismətdir, bilmək olmaz. Səni aldım. Bərdiyə gəlib yaşaya biləcəksən. Niyə yaşamıram ki? Ördəklərin yerinə, toyuqların yerinə girəsən. Niyə girmirəm ki? Biz balacalıqdan Bakıda yaşamışıq. Biz də rayondan gəlmişik də. İzləyicilərimlə məsləhətləşdirmə bilirlər. Yeyənsən sən də. Nə? Ha, yeyənsən. Başa düşmədim, səsin qırılır. Deyirəm yeyənsən deyirəm. Buğa bücüyəm, yemək üçün ölürəm. Mən də Allah əl-ələ verir onu. Çox bana bir tərəfi sən tartışdırarsan, bir tərəfində mən tartışdırıram. Oturub yeyib, kola ilə də qarpız, kolaya əlvida deyəcəm. Qarpızla vurarıq bədəni. Allah hamd olsun. Səni aldım. Hazırlaş. Oturub qabaq-qabaq yemək yeyəcəyik. Yeğendi. Tutarmayam ki, mənə yeğen lazımdır. Hə. Mesela gəlin, niyə gəlmir hə? Nə oldu babuş? Adın nədir? Adım Aysun. Aysun. Mənim də adım Babək. Bilirəm. Soyadın nədir bə? Necə? Soyadın nədir? Əkbərova. Artıq olasan Cabbarova. İnşallah. Dedi Sumqayıtdayım da. Haralsan özün? Dedi. Özüm əslən Şəmkiri. Şəmkirlidir. Toy nə vaxt qoydun, amma köydür. Axsana, elə bir üzün ləkəlidir. Hə? Baxım, yaxınlaşdır sıfatına. Hə. Bəs o burandakı şey çıxıldı, onun bas çıxsın da, ha? Şişib belə. Bas çıxsın da belə onu. Hə. Prişiv. Dey ha, dey. Xalının üstünə bax. Dey burada, bax, burada xalının üstündə. Hə, onu bas çıxsın da, ha? Bu qalsızı gedəm. O qədər tonayımda da baxıb ki, ona görə elə olub da. Amma üzümdə bu dəqiqə heç şey yoxdur. Makyajsızam. Kipriyin üstündə ama. Qaynaqdır da ona görə. İstəsən sənə görə küpüklərimi çıxardarım. İstəyərəm. Neçə kilodur soruşurlar? 61. 61 kilodur uşaqlar. Nə gülürsünüz ki uşaqlar? Danışırıq da. Boyun neçədir? Boyun. Balıq ətlidir, hə uşaqlar, yaman ətlidir. O qədər çökən oldu. Yox, qarnınız yox idi elə bil. Yox, qarnım yoxdur. Yançaqlısan da xanım, yançaqlı, ətli buddu. Yəni balıq ətli. 21 yaşım var. Mənim də yaşımı bilirsiniz də, 29'u haqladım, 30'un içinə girdim. Gələn il Allah qoysa. Ad günümdən zamandır. Mən onda sağ şəxsi nömrəmi verim də, bu nömrəmə sən gəlsən baxmayacağım ha, çünki zəhlər çox gəl. Keçim içəri verim. Olar. Hə, gözlə. Uşaqlar gedib o otaqda verib gəlirlər. Gözləyin. Yavaş deyil, oradan eşitməm. Ha? Nömrəmi yavaş deyil, oradan eşitməsinlər. Yaxşı, yaxşı. Eşitməyəcəm. Oy. Babaş, o bir otaqda verib gələnə kimi tıklayın.
İşte. Eşitmədiniz, niyə yalanla deyirsiniz? Verdin, hə, verdim. Eşidilmədi, izlər elədiyim. Deyiş nə yazarsan ki, mənə aidsin. Tapdıq. Yaxşı. Bəs sən heç bir demirsən, işlə məşğulsan. Adı vermə, bir həyatını danış. Heç bir işlə məşğul deyiləm. Ailəmlə qalıram. Kimdən qalırsan? Qocu banıqlarını da. Ailəm anamdır, qardaşımdır, bir də bacım. Öz öyünüzdür. Hə, öz evimizdə. Oxumusan aranızsa? Yox, orta məktəb oxumuşam. İşləyirsən? Yox, heç yerdə işləmirəm, bütün gün evdəyəm. Ailəli olmamısan da ama heç? Yox, ailəli olmamışam. Hə. Hüsnü. Hüsnü deyim artıq da. Buğa bürcüdür. Yeməyə 21 gerək yaşı var. 21 yaşı var. Neçə? 61 kiloyam. Boyun nə qədərdir? Qoy boyuna bax. 1.60. Uy, az balacasan biraz. Keksən. Sən boyun? Mənim boyum 1.80. Ay maşallah. 20 santim səndən böyüyəm. Bir şey olmaz. Əsas odur yola gedək. Baxacam da indi. Tezdən durasan ha, saat 8-də, 7-də. Durub şirin çayla qoyun pendirimi hazırlayasam, deyəsən boş dur. Üzümdən öpüb turquzasam məni. Hə, deyəsən dur yeməyini ye, yeməyimi yeyəndən sonra da ta işinə. Gəlib TikTok-umu açacağam. Qazan şerim burada da, mən işləmirəm içərdə. Biraz PK-larımı eləyəcəm, sonra çıxacağam şəhərə, biraz kurkluyub, fırlanıb gələcəm. Sən də ona kimi evləri iczalı yığışdırarsan, ta sonra işinə gələcəm. Sonra... Sən gör çayxanaya, deyəcəm baboş, get çayxanaya gələrsən, mən dişlərimi görəcəm. Hə, sən dişlərini gör. Hə, get çayxanaya. Çayxanaya yox, getmirəm, maşına kuruklayacağam. Kuruklayacağam biraz elə. Dişlərini gör sən də. Nə gülürsünüz ki? Şəmkirin arasındandır. Şəmkirli də öyle, Sumqayıtda yaşır, Şəmkirlidir. Allah onda olsun, tofuşa. Maman bilir indi mənlə danışırsan. Yox, mama işlədir, şirniyyat yerində işləyir. Hə, aş denən ki, mama, deyəcək, ha, denən bir sazan balığı tutmuşam. Başıma talih quşu qondu denən. Vallahi andasın. Bir sazan balığını yaxalamısan ha. Baxçalı şəhərdən vermə. Mən fare balığı deyiləm ha, sazanam. Vallahi. Qızıl. Yox, hayır, qızıl balıq deyiləm. Şəxsi nömrədə yazdım, baboş. Hə, yaz, şəxsi nömrəmi yaz, artıq verdim. Farel daha bahadır. Əzirə, nə edirəm farəni? Mən sazanam, sazan dadlı olur. Yağlı olur, dadlı olur. Fare. Fare, yox, qare. Hündüşkam zadım var ha mənim. Hind toyuğu, ördəyim. Ördəklərin yerinə yaman pisiyi gəlir. Şey olur deyim. Niyə? Ağtəbədir çox. Laqqalayır da yeri, başa düşürsən, lıqqa olur, lıqqa. Elə bir girirsən ördəyin yerinə, tutaq ki, yufqa geyinəsən, dizdən aşağı. Mən sən qırmızı xalat alacam. Elə bir tutaq ki, o ayağına ördəyin yerinə girəndə biri sıçradı, bir pisiyi gəlir. Gəlib yüz savunlu. Hə, Allah haqqıdır, nəyə gülürsən ki? Quranam uşaqlar. Sıçrayıb qoluma mən də deyirəm, ayağına bu poxu yardan gəlir. Biri baxıram, eyləyirəm, deyirəm, o, rütuvət, Allah hamd olsun. Yerləri sudur, nə bilim çimirlər. Düşür qoluma, bir iyi gəlir, bir iyi gəlir. Gəl görürsən. Nalan başı yeyirəm. Vay be, Allah'ım. Kur'an'ın adına, çöreğin adına deyirəm, hə. Ehtiyatlı ol. Ondan sonra gəlib, yerdə hamam tualet var. Diziniz adını yiyib, ondan sonra çıxarsan evə. İstərsəməz girən kimi ördəklər qaçır, sıçrayır dizinə düşür. İndi onu desin, niyə eləmir ki? Ərə gəlir. Qız qaçacaq. O qaçmayacaq. Kök qız oxşu, yiyən qızdır.
Ördəkdən hər şey. Ördək hamısını yeyirsən, eləmi? Hə. Ha, yeyən daha sonra qalxsın. Mənim qapı bu hara buraxır. Qapı hara buraxır, nə də o məni buraxası deyiləm. Köydür, biraz. Köç qızlar məsəl üçün şirin olur məncə. Arıq qız nədir yeri? Sən sevirsən arıq qız? Da qarnı olmasınlar, qadana alın qarnı. Hə də, elə qarnlı qız demirəm. Prosto balıq əti deyirəm. Hə, sevirəm. Arıq qız məncə yaxşı deyir. Düzdür, arıq qızın da yeri var. Prosto yerində də. Çox arıq yox. Bablaş, mən söndürüm. Hə, mütləq yaz ha, yaz. Tapdım tavşaqlar. Tapdım. Şəxsi nömrəvə yazacağım. Hə, yazma mənə də axşam denən. Qurmadı la yediyimiz çörəyin adına. Hələ axşam ola bilər ki, hazırlaş, sənə yazacağım, mama ilə danışacağım. De Allah haqqı. Allah. Az yaxşı, nə tez elə. Bəs sənin maman deməyəcək, mən onun dədəsi hanı gəlsin istəsin. Onda mən tutaq ki, desin ki, gəlsin istəsin. Mən tək gəl, nətər istəyəcəm bə səni? Dostun, tanışın yoxdur. Dostum. Ən yaxın dostun kimdir? Eldəniz gəlib istəyən. Sən də Eldəniz nə deyəcəksən də? Eldəniz də utancaqdır da, gəlib istəyəcək ki, mən. Eldəniz mənə baxırsan buradan. Tapdım qaqa köydür, amma qəşəkdir. Yumurudur, izlə yuf yumurudur. Yuf yumuru. Kipriyi qoymadı amma. Kipriyirəm, sən görə çıxardacağım. Qızı canlı da bizə göstər. Xeyr az. Yo, mən canlı göstərəm. Canlı da göstərmə. Yo, canlı gör. Həyatımın aşkını tapmışam. İnşallah sevərək bir-birimizi. İnşallah. Eldəniz yazı. Yox. Evdən sən də. Eldəniz buradan şey atırma, gül. Eldəniz qız danışır, kök bir qız sapacam, yup yumuru. Başa qarnı yoxdur ama. Başasını qəşəkdir, şirin dözdə. Yeməyə, hər şey pişirə bilirsən, eləmi? Kotlet, badımcan, üçbaşı, çolpa soğuzu, hamısın, tortçat, hamısın, paxlava, mürəbbəza, hər şey. Hə, heç nə. Artıq mənimsən. Arada canlıdan You are mine. Arada canlıdan falan çıxandan sonra yığ danışaq yaxşı. Heç nə. Heç çıxan. Kirə, tapdım. Deyiş nə, gələcək istəməyə. Mamanla mən danışdır. Deyiş nə, da gəlin. Hə, mən gəlim Sumqayıta, Bakıya, biraz oturaq, çay içək. Qormuyor, şot mənlikdir, mən verəcəm pulumu. Hə. Oturub çay içək, bir loxma çörək yeyərik. Amma bax, baboş deyirəm sənə, bax, xəyanətimi tutmuyorum, ha. Yox, indi mən buradan başqa qızlar zəif olacaq, o xəyanət nətə tutun? Elə belə, mən indi onlardan pul qazanıram. Mən heç kimlə kobud danışa bilmərəm axı. Yox, kobud demirəm, danış, izləyicilərin, mən sən başa düşürəm. Prosto, yəni, şəxsi nömrə və başqa qız yazsa mənə incim. Yox, heç kim. Bir ara görürdüm canlılarda başqaları ilə danışır. O danışmalıyım, axtarıram. Həbsə, yəni, tapdın da indən sonra deyirəm. İndi sən mənə ərə gələndə nə gətirəsən? Cehiz gətirəcəm. Hamı nə gətirir? Mənim otağım varaq doludur bir neçəsi. Bildim də, boş otağın yoxdur. Hə, bir dənəsi remontsuzdur. Həbsə də oranı remont elətdirib, oraya doldurarıq hamısın. Bir dənə kravat, bir dənə kravat və salam. Spanli. Mən nə lazımdır, onu gətirəm. Hansından alasan? Bilmirəm, axı. Belarusiyanın kina. Belarusiyanın sadəsin. Laminatımız adım hamısını döşətdirəcəm indi. Dayanı hazır. Bir dənə bir də qavqaşıq gətirərsən. Qəşək. Gəç. Yorğan döşəyim var. Ta ayrı nə? Paltar zat gətirərsən ta artıq. Haldenik zat da var, kondisioner da var.
Hər şeyim var da görmüşəm də evdə. Hə. Bir dənə zala kondisioner alarsan. Yaxşı. Yaxşı. Nə yazılar orada? Yeşil ancaq gülüş qoyurlar. Gülün başınıza gəlsin subaylar. Baboş, mən söndürsəm olar? İndi mən görüşəndə Söndür. sən mənim əlimdən tutasan, yoxsa mən sənin əlimdən tutacağım. Kişilər birinci qadının Yox, əlindən birinci sən tut da mən tanımam. Axı mənim deyil ha, cüp fıldayır. Sən birinci tut, mən tanırım. Əl-ələ. Belə utanırsan, mən səni birinci əlindən Hə, tutarım. sən birinci sən al təl. Mən əl atanmaram, birinci sən əl at. Danışarıq da, orada canındasa danışmaya şeylər. Şəxsi həyatını paylaşma, orada paxıllar var. Yox, Yəni də sadəcə toyuma baxacaqlar. Pa, biri yazıb pa, papan yesin paxlava, sən qal paxlavasız. Nə pa? Tapmışam. Pa, inanmırsınız, inanmayın. Boş ver elə adamları, fikir vermə. Allah xoşbəxt olsun. Çox sağ ol. Toyumuzda da Arzu xanım oxuyacaq. Oxusun. Allah, ne şirindir bu. Babuş, getdim mən hələ Get, yemək yeyim. get. Mahmud da şəxs nömrəmə yaz ha. Tabii nömrəni itirə bilərəm. Yazacağım. Yaxşı. Yaxşı. Hələlik. Hələlik. Cim bam bom, artıq mənim də bir sevgilim var. Qısqanclıqdan çatlasın bəziləri. Cim bam bom, çox şükür dostlar. Artıq mənim də bir sevgilim var. Cim bam bom. Qızıl almalı. Alarıq da ha. Gedəcəm bijuteriya, nə ürək istəyir, hamısını altı tökəcəm qabağına. Deyəcəm altı tax parmağına. Bəli. Baboş, necəsən? Sağ ol. Baboş, sənin canlına edirəm. Sağlar deməni takip atsın da. Nə? Gələn takip atsınlar da mənə. Niyə? Elə bilən. Niyə atsınlar ki, takip durduq yerə? Bunda takip qalsınlar. Havada bulut, sen takibi unut. Durduq yerdə deyir, mənə takip atsın. Bir şey demirdi, xahiş deyirlər, mənə olar izləyicini deyir. İzləyicə deyir, mənə takip atsın. Niyə kaka, borcu var? Adı hər gün birini tapırsan, həvəsini öldürsən. Tanıyınırsan, evlənir. Tapıb nağarıram ki, ay çiki. Heç yazıq mən canlı da görmürəm. Ancaq ya WhatsAppda ya da şeydə, şəkildə görürəm. Deyirsən hər gün biri. Elə danışdın ki, mən gündə bir qızla gəzirəm. Bu yayı başı danışmağa nə verirlər? Güz-güzə geçdi, anladır, mən yemək belə yeməmişəm. Hansı bir qızla görüşdüyümü görmüsən ki, oturub yemək yediyimi? Bay, elə bir sən qalmışdın, az o sözü də soxmayasan. Alo. Alo, baboş. Bəli. Necəsən? Çox sakin idi. Dedim, zəhvim sənin pişirim. Ta, mən pişirmək asan deyil. Ta, mən tapmışam. Aysun. Aysun. Var. Aysun tapım. Hə. Mən pişirmək asan deyil. Ta, mən pişirəsi deyiləm. Öykə pişirə bildin. Yo, mən pişirmək asan deyil. Mən pişirmək də artıq çətindir. Mən də tapdım, kökdü. Atatör deyirsən də, deməli var da. Nə? Demirsən. Yox, qadın alım, lazım deyil. İzləyicimsən. Ayrı şey danış. Dost kimi danışırsansa danışıq. Məsələn, denən toyuqların yerinə gedib neçə dənə yumurta götürsən, denən hansı yeməkdən verirsən, toyuqlara hansı sudan verirsən, dərmanı, onlar denən deyim, hə. Hə, sədaqətli olan. Hə. Doğru nə danışım? Hə, yaxşı. Yaxşı. Yaxşı pişirə bilmədim səni, oldu, yaxşı. Sağ ol. Dünənki xoruz kimi sən də... Xoruz pişmişdi, dadsız idi. Xoruz pişmişdi.
Yazın baboş, Aysu ürək qoyun. Yo, bir Kürdistandan zəif vurmuşdu. Bəli, Sen baboş. sağ ol. Gözlemedim Zengər sana. Həqqi. Sevindim sesini eşitdim. Yaxşı elədi. Yaxşı günüm. Tapşıyor, sevgilim var. Hə. Ya, Gülməli nə var Ayxan? Denə mən də gülüm. yoksa ben de seni istedim, alınmadı hiç. Oo, 40 əfsanə başıma nəyə içinə soxdu nə başıma? Bu nə idi? Getdi başım nəyə içinə girdi? Ay əfsanə, o nə idi? Başıma apardı soxdun ara. Şoka yaşa. O nə idi sən cana qardaş? Maska. Del oldum hə, gözüm də görmədi. Sağ ol 40 efsane abicim. Baboş Aysın de ha. Baboş Aysınlar rehler gelir takpatara. Bəli. Bəli. Alo, Bəli. salam baboş, nasılsın? Sağ ol, necəsiz? Çok sağ ol, çok sağ ol. Tebrik eləmək için diyordum, Allah hoşbaxt eləsin. Hələ ortada fol yox, yumurta yox. Hələ qoca pek alınmayacaq. O birindən sevinmək düşmür ma. Dedim də, deyirəm, Allah hər şeydən yaxşını Hə. Sağ ol bacı, çox sağ ol. Təşəkkür edirəm. Sağ ol, sağ ol. Çok da biz sizin çok büyük fanatınızız. Hə, yaxşı, çox. Harda olursun? Sağ ol, sağ ol. Sağ ol. Ben bulamadım taliplerimi. Sen bulamazsın ama ben buldum. Bulamadım. Elə bir mahnı var idi, yadımdan çıxdı. Durun bir dənə TikTok çəkim uşaqlar, təkrar paylaşım vurmağı sakın unutmayın ha. Aytaç xanımın bir mahnısına bir TikTok çəkəcəm bugün. Mənim sevgilimi bezitməyin. Yer ha, sən deyilsən o. Baxım görüm. Mənim sevgilim. Yalan takip yığma. O diyorlar uşaqlar. Alo. Alo, Bəli. salam baboş, necəsən? Yaxşı. Baboş, mən sənə pastel göndərəcəkdim. Bütün bəzi maşınların hansını göndərsəm götürə bilərsən. Nə göndərəsən? Pastel. Pastel? Bəli. Nə pasteli? Ben sana söz vermiştim ad gününde göndereceğim axı. Ad günündeki sizden Hə, Bərdə maşınlarına ver, mənim nömrəmi ver, narahat olma. tanıyorlar da seni yəqin ki orada. Hə, denən təzə bazarın yanında olur. Baboşun evinə denən. Kim verir? Denən Təzə baboşun evinə bazar? aparır. Ha? Təzə bazar. Hə, təzə bazarın yanında olur denən. Aha, yaxşı. 2 dənə pasteldir. Qoşa kravat üçün göndərir, tək yox. Qoşadır. Narahat olma. İnanım sağ. Sağ ol. Bəli, ben sana söz vermiştim sen ad gününde göndereceğim diye. Zəng vurdum, telefon götürmedim. Hə, tez mənə WhatsApp-da yaz ki. Bax, WhatsApp-da ola bilər oxuya bilmirəm. Ha, tez pastel yaz, oxuyacağam. Yaxşı. Yazmışam sənə, yazmışam. Hə, pastel yaz oran doldu pastellə. Onu biləcəm ki, da sənsən. Yazmışam sənə. Hə, yaxşı. Yazmışam. Yaxşı. Çox Sağ ol mamlı canım, sözlərdir, ona görə öpürəm deyim. Yaxşı, mən də öpdüm. Sağ ol. Ol. Aykinlərə bax, mən pastel göndərir. Qoy pastelimiz olsun. Allah'ın sağ. Sağ ol dedim də ona aşıq ad kimi sözü. Arvad ne yollamaz? Hı. Ay amansa. Az peki hoşum kesmədi az. Deməmişəm da lan, nə olacaq? Onu mənim əlimə verəndən sonra indidən nə qədər deyirsən deyəcəm bu yaz sən Allah deyəcəm başından töysün. Nələr deyəcəm. Nə danışırsınız? Hücum kəsmədi dana. Hı. Şemkerliler həyasız olur. Nə arayacaq ki ma?
O qışqıracaq, mən də qışqıracağam. O qışqıracaq, mən də qışqıracağam. O deyəcək, mən də deyəcəm. O nə deyəcək, mən də onu eləyəcəm. Həyasız olacaq, mən də həyasız olacağım. Dur gedək TikTok çəkək. Hə, yaxşı. Yazık ki, nömrənin WhatsApp-ını tapa bilmədim Aysun. Deyib pastel yazıb qız. Bu o nömrədə ölüydü. Az yalan yazmayın, az pastellər. Başqaları yazıb pastel, pastel, pastel. Mən lox döyləmədə mən alada bilmərsiniz. Like verməyi sakın unutmayın ha. Burası ses var.